قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّٰهِ Elhamdülillah Rabbil Alemin ve salatu ve selamu ala men la nebiyye ba'dahu amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Deməli, qardaşlar, dərs və dəva dərsindən, Allah Azə və Cəllə'nin davam edir dərsimiz. Keçən dəfə İbn Qeym Rahiməhullah insanların hansı məsələlərdə aldandıqlarını gətirirdi və bu gün də onun ardıdır. Yəni bəzən insanlar aldanırlar ki, elə bilirlər ki, bəzi məsələləri zikr etməklə, yəni Quranda və sünnədə varid olan ayə və hədisləri elə başa düşürlər ki, sanki bunları edəndən sonra onların günah üzərində davam etmələri onlara heç bir zərər verməz. Onlardan da biri nədir? Necə ki, İbn Qeym Rahiməhullah gətirir ki, deyirlər ki, bəziləri də deyir ki, bu ayəyə aldanırlar. Yəni, ayəni səhv başa düşərək aldanırlar. Deyir ki, necə ki, Zumər surəsində deyir, İnna Allaha yağfiru zunubə cəmiə. Allah subhanətələ bütün günahları bağışlayandır. Həqiqətən də Allah bütün günahları bağışlayar. Və bunu götürərək deyirlər ki, həqiqətən də Allah subhanətələ bağışlayandır və mənim də günahlarımın etməsi Allah subhanətələnin bağışlamasının qarşısında nədir ki, deyir o. Ona görə də bu cür ayələri və həmçində hədisləri səhv başa düşərək nə edirlər? Günahlar üzərində davam edirlər, israr edirlər. Ümumiyyətlə, günahlar haqqında danışanda, günahlar İbn Qeym Rahiməhullah qarşıda gətirəcək, qardaşlar. Ümumiyyətlə, günahlar insanın həyatını məhv edən bir şeylərdir. Bəzən insan elə bilir ki, misal üçün, bir günah elədin, getdin. Biz keçən dərs dedik ki, misal üçün, bəzən olur ki, insan özünü qorumaqdan ötəri müəyyən səbəblər götürür, dünyavi bir səbəblər. Hətta həkim ona bir şey yazanda ki, bax, bu sənə zərərdir, bunu eləmə və bunu yemə, hətta mübahlardan olsa belə. Ona o qədər ciddi əməl eləyir ki, yəqinliklə inanır ki, mən bunu yeməsəm və yaxud da bunu əməl etsəm, bu mənim səhhətimi qoruyacaq. Düzdürmü, yoxsa yox? Və eləcə də, baxın, Şeyx İbn Qeym Rahiməhullah keçən dərs bunu gətirdi. Deyir ki, bu şey ehtimal var ki, olmasın. Misal üçün, ola bilər həkim sənə bunu dərmanı yazsın ki, bunu at düzələtsən, ola bilər atarsan düzəlməzsən. Və ya bunu yeməklə, yesən sənə pis olacaq, yeyərsən heç nə olmazsan. Bunlar ehtimallardır. Amma deyir, günah məsələsində ehtimal söhbəti yoxdur. Bilginə yəqin olaraq ki, etdiyin günahlar sənin dünyanı və axirətini mütləq olaraq məhv edir, əgər sən bundan tövbə edib, ondan çəkinməsən. Və maraqlı ümumiyyətlə bir məqam var. Günahlar, insan günahlara düşəndən sonra belə, tövbə etsə belə, görürsən həmən məqama qayıda bilmir. Düzdür, Allah subhanətələ onu bağışlayır, qəbul edir tövbəsini. Məqam olaraq əvvəlki məqamına bəlkə də qayıda bilmir. Məsələn, görürsünüz, Adəm əleyhissalam günah elədi daha, düzdürmü? Allah Azə və Cəllə onu günahını bağışladı, amma cənnətdə saxladı mı onu? Əlindəki böyük neymətlərdən biri getdi. Və çox məsələlər də belədir. İnsanlar görürsən ki, bizim özümüz İslam'a gələndə nə cür imanla gəlirik, şövqlə gəlirik. Sonra görürsən ki, insan elədiyi günahlarla o şövq insanda ölür, əvvəlki ləzzəti tuta bilmirsən. O siftə gətirəndə, iman gətirəndə, İslam'a daxil olanda ki, bir insanın imanı olur, onun ləzzətini tuta bilmirsən sonradan. Sanki əlindən itirirsən onu. Ona görə də, qardaşlar, günahlar məsələsi insan bilməlidir ki, mütləq olaraq sənin elədiyin günahlar heç biri boşa getmir. O sənin malının bərəkətini aparır. O sənin heybətini aparır. O sənin səhhətini aparır. O sənin hər şeyini aparır. Sən elə bilməyinən ki, o günahların hamısı boşa gedir. Günahlar insanı neyir? Məhv edir. Necə ki, İbn Qeym Rahiməhullah deyir ki, o bir zəhər kimidir. Və zəhərin, necə deyirlər, dozasına görə insanın bədəndə təsiri var da. Məsəl üçün, güclü zəhəri var ki, dəyən kimi adam öldürür.
Zəif zəhər var ki, səni neyniyər? Xəstəxanalıq eləyər. Beləcə də günahların da ona miqdarında dozaları var. Böyük və kiçik günahlar. Hərəsinin sənin bədəninə müxtəlif təsiri var. Və bəzən də görürsən maraqlı hissəsi hansıdır? Bir nəfər bir nəfərin yanında qeybət edir. İnsan dərk eləmir ki, sən oturub onun qeybətinə qulaq asaraq, utanırsan onu dəf etməyə də, deyirsən ki, mən nətər buna deyim ki, qardaş, mənim yanımda bunu eləmə də. Amma özün də bilmədən razı olursan, o sənin malına, canına, hər şeyinə, həyatına, bərəkətinə müdaxilə edir və sən də onu razılaşırsan. Çünki insan elədiyi günahlarla nə olur? Mütləq olaraq bilsin ki, qardaş, onun malının bərəkəti gedir. Səhhəti gedir. Heybəti gedir insanın. Görürsən, insanın evdə, orada, burada heybəti olmur. Baxırsan, bax, Ömər radiyallahu anh haqqında görürsən nə deyirlər. Sahabə deyir ki, mən onun heybətinin qorxusundan birinci safda namaz qıla bilmirdim. O hər dəfə üzün çöndərib savvu sufufakum deyəndə, qardaş, mənim rəngim ağarırdı. Ona üzünə baxanda heybətindən. Hanı ki o kişilərin heybəti niyə yoxdur ki indi? Ona görə də qardaşlar, yəni günahlar insanın heybətini aparır. Adam var ki, vallahi deyirəm, bax adam var, inanın ki bunlar hamısı ətrafımızda, həyatımızda baş veribdir. Və hətta sahabələrin vaxtında, tabinlərin vaxtında. Nə qədər olubdur ki, görsən misal üçün adam var, zalim bir insandır, qarşısına çıxan saqqallı insanlara əziyyət verir, dindarlara əziyyət verir. Görürsən, hər kəsə əziyyət verir, gəlir bir nəfəsə satanda ona heç nə deyə bilmir. Onun üzündəki heybət ona izin vermir. Allah Subhanahu izin vermir o qolunu alçaltsın. İnanın ki, bu çox olubdur. Baxın, Həccac ibn Yusufun vaxtında zalim idi də bilirsiniz. Sahabəni çağırır öldürmək üçün. Öldürməyə çağırır sahabəni. Deyir, çağırır onun başını vuracaq. Xülasə olaraq qıssə, yəni dərs uzanmasın deyənə, sahabə bəzi məsələlər haqqında suallar verir, sonra onu otuzdurur öz taxtında, öldürməyə çağırmış da. Bəzi şəri məsələlərdən sual verir, sonra buraxırlar, çıxır gedir. Hətta çox vaxtı yəni soruşanda deyir ki, yəni mən onun heybətindən ona heç nə deyə bilmədim. Heybətindən. Yəni bu heybətlər təqva ilə əmələ gəlir. Ona görə də bəzən görsən ki, insanların evdə ailələrinə sözlərini keçirdə bilmirlər. Heybət yoxdur evdə. Niyə kişinin heybəti yoxdur? Ona görə ki, qardaş, sənin evdə necə heybətin ola bilər ki, sənin zövcən görə sənə asiliklər edirsən. Sənin övladlarının yanında asiliklər edirsən. Sən necə heybətin ola bilər? Heç onlar görməsələr belə. Heç onlar görməsələr belə. Allah Subhanahu qəlblərə sevgini və nifrəti qoyan o da. Sən nə qədər gizlində günahlar edirsən, onların hamısı sənin yəni heybətinə, həyatına, malının bərəkətinə. O görə insan heç vaxt qardaş, məxluqa heç vaxt şikayət eləməməlidir. Bilməlidir dərdi hardadır. Bax, dərdini bilməlidir ki, getsin ona dərman axtarsın. Hətta o gün bir dərsdə Allahın izni ilə şeyx gözəl bir şey zikr elədi. Deyir ki, universitetin müəllimlərindən biri, Mədinə Universitetinin müəllimlərindən biri ona yəni xitab ediblər də. Deyirlər ki, kral bir günlərin bir günü kral deyir ki, sabah gələcəkdi Mədinə Universitetini ziyarət etməyə. Orada olan tələbələrin yataqxanalarının zadını. Bir nəfər deyir, ona qadir deyir ki, şeyxə, həmən orada olan müəllimlərin birinə. Deyir, sabah kral gələcəkdir. Sənin də borcun var, xərcin var, yəni bu qədər ehtiyacın var da, müəllim adamsan. Niyə bir bəlkə biraz eşitdirəsən ona problemlərindən haqqında? Allahın izniyle həll eləyər da. O deyir ki, mən deyir, halımı necə o kəsə deyir, ərz eləyim ki, o mənim halımdan xəbərdar yox. Xəbərdar deyil. Yəni, mənim halımı bilməyənə, mən halımı necə şikayət edeyim? Yəni, mənim halımı o nə bilir, bilmir. Əgər mənim ehtiyacımı qaldırmağa qüdrəti var idisə, yəni o qüdrətin sahibi mənim halımı da bilməli idi. Əgər mənim halımdan xəbərdar deyilsə, o
ona niyə ehtiyacımı bildirməliyəm ki? Hər şeydən xəbərdar olan Allah dura. Yəni, bu şeyləri nəyə görə deyirəm, qardaşlar? Ümumiyyətcə, insan bilməlidir ki, Allah Subhanahu heçə vaxt qulunu darda buraxmaz. Bax, inanın ki, indi qabaqda gələcəkdir o ayə, Allah Azza və Cəllə haqqında gözəl zəndə olmaq lazımdır. Yəni, bir kafir, bir müşrik Allahın dinini vurmaq üçün gecəsin, gündüzün sərf eləyir. Düzdürmü, qardaş? Allah Subhanahu ona mal verməyir. Yəni, biz Allah Subhanahu sadiq qul olsaq, haqqı ilə təvəkkül etsək, Rəbbimizdə istəsək, Allah bənə niyə verməsin ki? Niyə verməsin ki Rəbbim? Allah Subhanahu Peyğəmbər sallallahu aleyhi ve sellem siz nə deyir? Deyir ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهِ Əhlinə namazı əmr et. Özün də onun üzərində səbirli ol. Biz səndən ruzi istəmirik. Əslində sənə ruzini də verən bizik. Ona görə alimlər deyirlər ki, ruzinin artmasını istəyirsən pulun çox olsun. Yəni, ruzi təkcə pul deyil ki, elm ruzidir, səhhət ruzidir, övlad uşaq ruzidir. Ruzinin növləri çoxdur. Afiyətli ruzidir. Dir istəyirsən, sənin ruzun bol olsun. 2 dənə şeydədir. Namazları çoxalt, bir də istiğfarı çoxalt. Birinciyə dəlil buydu. Allah Subhanahu deyir ki, namaz qıl və əhlinə də əmr et. Biz səndən ruzi diləmirik. Əslində ruzini sənə verən bizik. Alimlər deyirlər ki, ruzinin artmasının səbəbi namazda Allah Subhanahu qoyur. İkinci də ki, Nuh surəsində Allah Subhanahu Nuh aleyhissalam öz qövmünə deyir ki, Rəbbinizdən bağışlanma diləyin. O sizə göydən bol-bol yağış verər. Övlad, uşaq, bağça verər. Yəni bunlar hamısı nə deməkdir? Mal, ruzidir da, istiğfar eləmək, günahlardan bağışlanma eləmək insan ruzisini artırır. Ona görə də qardaşlar, yəni bəzən görürsən ki, insanın pulunun olmaması onun qaşını çatdırır ki, mənim qaşını çatdırır ki, yəni mənim ruzim yoxdur. Vallahi deyirəm, çox pullu oğlanlar var ki, səndə olan ruziyə görə vallahi deyirəm, burnunuzu göynür. Təkcə ruzi pul deyil. Vallahi bəzən görürsən ki, insan sıxılır, qəlbi sıxılır. Allah Subhanahu sıxıntıda onun elə bir ki, qədərində verir. Az buraxmır, qədərində verir. Sən bilmirsən, sən tələsirsən, sən çox pullu olmaq istəyirsən. Sən istəyirsən hər şeyin olsun, sənin sıxıntıların olmasın. O şeylər hamısı cənnətdədir, burada deyil. Yəni. Burada axtarsansa tapa bilməyəsən. Çünki hər şeyin olsa belə, pulun çox olsa belə vallahi yenə dərdin olacaq. O bəlkə də indikindən də çox dərdin olacaq. Ona görə Şeyx Abdurazaq burada gətirir ki, ümumiyyətcə bilmək lazımdır ki, bax, günahların ən böyüyü də 3 dənə ən böyük günahlar var da, ən böyük şaxələr. Bunların da ilkinləri var, hardan başlayır və sonları var. Ən böyük günahlar deyir, yəni gətirir ki, şirkdir, sonra insan öldürməkdir, bir də zinadır. Yəni bu günahların içində, böyük günahların içində də daha böyüdür da, ən böyük günahlardır. Dün də onların içində valideynlərə üzünə ağ olmaq, bunlar hamısı böyük günahlardır. Amma bu günahların içində də ən böyük günahları bunlardır. Və İbn Qeym Rahiməhullah deyir ki, bunların müqəddimətləri var. Bu günahların ilkini var, ilkin addımları var və sonun nəticələnən yeri var. İlkin addımları ha vaxtı insanın Allahdan başqa qəlbini bağlanması nəyəsə aparır, sonda insanı Allaha şərik qoşmağa çıxardır. Yəni Allaha şərik qoşmağın əsası buradan başlanır. Adam öldürməkdir, ikinci ən böyük günah. Onun da müqaddiməti əvvəli qəzəbdən başlayır. Yəni ilk olaraq qəzəblənən insanın, yəni qəzəb addımı ilə insan gedir, adam öldürür. Və üçüncü də deyir, nə deyir? İnsanın nəfsi istəklərinə tabi olmasıdır ki, sonunda insan aparır, zinaya çıxardır. Yəni baxın, bunlar hamısı nisbətə görə olur. Yəni qəzəb bu bir qapıdır. Ola bilər ki, bu qapının əvvəlində bir günaha düşəsən, sonunda gedib adam öldürməyə apar çıxar. Amma baxın, bütün nə qədər günahlar hamısı qəzəb günahına görə nə qədər fəsadlar olur.
lap istəyirsən, adam söyməkdən tutmuş, döyməkdən tutmuş, qeybətdən tutmuş, çoxsu qəzəb qapısından da, düzdür mü yoxsa yox? Eləcə də insanın qəlbinin Allahdan başqasına bağlanması. Nəyə olur olsun, qardaş? Nəyə olursa olsun, görsən, insan bağlanıbdır bir şeyə, dünyaya bağlanıb, mala bağlanıb, nə bilim, uşağına bağlanıb, baxırsan, övladsız yaşaya bilmir, gecə-gündüz gəlir, maşınsız yaşaya bilmir. Adam var, qardaş danışırdım ha ki, bir dənə danışmışam bəlkə də onu sizə, bir qardaş maşınını əzmişdi, o vaxtı satırdılar, müraciət eləmişlər. Siz tanımırdım o qardaş olduğunuzu, bilmirdim. Sonradan aldıq biz o maşını. Su qiymətinə, inanırsınız, maşın o vəziyyətdəydi ki, pis vəziyyətdəydi da. Daha adam mənə danışır. O maraqlı işlərdən biri də nə oldu? Adam elə bir ki, maşını kreditlə almışdı, bankdan almışdı o vaxtda. Bu maşının biz buna verəcəyimiz pul yoxdur. 1000 neçə yüz manatı son olaraq sonra sənədində problem çıxdı, elə onu da bank aldı bunun əlindən. Yəni, nəticə etinan maşın bunun əlindən getdi də bütövlüyü ilə. Adam deyirdi ki, Allah Subhanahu şahidimdir ki, neçə dəfəm olubdu ki, maşını yumağa, ona oynayırdım, onu o qədər bəzəklə oynamışam ki, baxmışam ki, əsr namazı üçün getdi də, qılmamışam. Neçə dəfəm namazlarımı o maşınla oynaya deyir, ötürmüşəm. Allah Subhanahu mənə deyir, əlimdən aldı axırda onu. Yəni, bildiniz nə demək istəyirəm? Yəni, sizə təəccüblü gəlməsin insanın mala, maşına bağlanması. Olur bunlar hamısı. Adam övladına görə, övladının o qədər nazı ilə oynayır. Bax, belə əsir onun üstündə, əsir ki, yəni o uşaq bir dənə təbəssüm eləsinə. Baxırsan, yəni, bu nədir ki, qardaş? Sonda görsən, Allah Subhanahu ondan imtihana çəkir onu. Ona görə qardaşlar, yəni bu şeylərin əvvəli budur, sonu da budur. Və sonra şeyx gətirir ki, ümumiyyətlə deyir ki, bəzən də insanlar allanırlar ki, misal üçün Allah Subhanahu nə deyir? Deyir, uiddət lil kafirin. Yəni, cəhənnəm əzabının haqqında danışır. Deyir ki, bu kafirlər üçün hazırlanmış bir əzabdır. Deyir ki, biz ki, əlhamdülillah, müsəlmanıq, yəni kafirlər üçün hazırlanmış oddursa, bizdə nə var burada yəni? Bu kimi allanır, deyir, əlhamdülillah, müsəlmanıq da Allah Subhanahu bağışlayandır. Günah da deyir, Allah bizi bağışlasın. Gedir, deyir, cəhənnəm də deyir, Allah Subhanahu deyir ki, kafirlər üçün də. Deməli, baxın, İbn Qeym Rahimullah deyir ki, daha doğrusu Şeyx Abdurrazaq Həfizallah gətirir, yəni cəhənnəmə giriş iki cürdür. Yəni iki hissədir. Var kafirlərin daxil olması, var müsəlmanların daxil olması. Daxil olması kafirlərin əbədidir, möminlərin isə təmizlənməsi üçündür. Necə ki deyir, cənnətə insanlar pak olduqları halda girəcəklər. Yəni ora pak insanların yeridir. Təmizlənmiş. Dünyada Allah Subhanahu bir qulunu təmizləmək üçün bu dünyada nə edir ona? Müsibətlər göndərir. Əgər qul ölərsə, amma günahlar üzərində ölərsə, Allah Subhanahu onu qəbirdə əzab verir. Hətta qul oradan təmizlənsin. Və orada da təmizlənməyəndən sonra qul nədir? Allah Subhanahu ona cəhənnəmə daxil edir, təmizlətdirir, oradan çıxardır. Və necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisində gətirir ki, insanlar cəhənnəmdən hissə-hissə çıxarılacaqlar, günahkarlar yəni. Bu da deyir, ona dəlalət edir ki, insanların günahlarının təbəqələrinə görə cəhənnəmdə çox və ya az qalmaqları olacaqdır. Yəni, adam var ki, misal üçün tez təmizlənəcək, adam var 100 ilə təmizlənəcək, adam var 200 ilə təmizlənəcək. Amma son olaraq müsəlman kimi ölübdürsə, oradan çıxacaq. Eləsi var ki, misal üçün onlara Peyğəmbər sallallahu aleyhi ve sellemin şəfaətinə düşəcək. Eləsi var qardaşların şəfaətinə düşəcək. Xülasə olaraq, yəni insan bilməlidir ki, yəni ümumiyyətlə od cəhənnəm haqqında danışanda müminin əti titrəməlidir. Yəni dərisi ürpəşməlidir. Yəni belə deyil ki, yəni cəhənnəmi danışır, elə bir ki, qonşudan danışır, hansısa bir hadisədən danışır. Vallahi, yəni insan bizim yəni imanımızın zəifliyindəndir ki,
biz onu təsəvvür edə bilmirik. Biz onu təsəvvür etsək, yəni imanımızın gücü ilə biz gözümüzün qabağına nələr bizi gözləyir onu gətirə bilsək var ha. Bizim inanın ki, nə gözümüzə yuxu gedər. Biz hələ məsələlərin həqiqətini tuta bilməmişik. Elə bilirik ki, qonşu da ölən, Əhməd də ölən, hələ mənə ölməyəcəm, mən qocalacam. Hamının bu cür bir arzusu var. Hamının düşüncəsi budur. Xəstələnirsə insan. Yəni, baxırsan ki, xəstəsən da. Adam yenə də asiliklə üzərine davam eləyir. Baxırsan, adam ölümün müqəddimətləri gəlib. İlkin addımları gəlib ona artıq. Görürsən, adam asi şəkildə yenə də yaşayır. Görürsən, yenə günahlar üzərine davam edir. Çəkilmək istəmir. Baxırsan, sanki arzusu hələm ölməyibdir ona. Ona görə də, qardaşlar, yəni, mömin düzdür, qəflətə düşə bilir. Çünki o, şeytanın bizi saldığı günahların saldığı yerlər haraydı? Qəflətdir, qəzəbdir, bir də şəhvətdir. Ən çox bax, mömin bunların içində düşür, ona çıxır, buna düşür, ona çıxır. Görsən, gah qəflətə düşürsən, gah insan nəfsi şəhvətlərinə düşür, gah görsən qəzəblənir. Bundan qaçılmazdır. Yəni, görsən, düşürsən. Amma yəni, mömin çalışmalıdır qəflətdən ayılsın. Yəni. Buna da bir necə ki, o Şeyx şeydə gətirir, dərsdə gətirdi onu, da faydalardandır. Onu da qeyd edeyim Allah'ın izniyle. Deyir ki, insan yatmamışdan qabaq, məğribdən, daha doğrusu da, yəni işə namazından sonra, yatmamışdan qabaq, çalışsın həmən vaxtı vitirdə 10 ayədən az oxumasın. 10 ayədən az oxumasın. Hədisdə də gəlir ki, kim 10 ayədən az oxuyarsa, o qafillərdən yazılar. Yəni yatanda qafillərdən yazılaraq yatar. Ona görə də ancaq qəflətdən düşməməkdən ötəri, yəni qəflət əhlindən çıxmaqdan ötəri, ən azından nədir? Heç olmasa 10 ayə. 10 ayə. Ona görə müsəlman biraz hikmətli olmalıdır. Görməlidir ki, misal üçün, hansı surədə qısa-qısa ayələr var, 10 dənə. Yorğunsansa onu oxu, heç olmasa bir dənə də olsa yat. Amma məsələn, bir də görərsən ki, məsələn, sən 2 rükətdə 1 rükət namaz qılarsan, orada da bir səhifə oxuyarsan, Bəqərənin 102-ci səhifəsi Vattəbə, o da elə bir ayə bəlkə başda bir səhifədir. Bir ayə oxuyub yatasın, baxmayaraq ki, bir səhifə oxumursan, heç, yəni nədir, orada bir ayə, 2 ayə var. Ona görə, yəni nə demək istəyirəm, çalışmaq lazımdır, özündən o qəflətə aparan, qəflət sifətlərini uzaqlaşdırasan. Və həmçində bəzən görsən, şeyx gətirir ki, bəziləri deyir, nə ilə allanırlar? İnsanlar elə düşünürlər ki, baxın deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis var ki, kim Aşura gününü oruç tutarsa və yaxud da Arafa gününü orucunu tutarsa, yəni bir il nədir? Bir il keçmiş günahları, bir il gələcək günahları bağışlanmış olar. Deyir ki, yəni bu kimi şeylər bunu anladır ki, günahlardan yığıran bir dənə oruç tutan kimi hamısı gedəcək. Deyir, düşünmür ki, yəni Allah Subhanahu taala ən çox ən çox yaxınlaşmağı əmr etdiyi şeylər hansılardır? Hansı ən sevdiyi ibadətlər hansılardır? Ki biz ona istəyirik ki, yaxınlaşaq o ibadətlər. Fərzlərdir. Və Allah Subhanahu taala nə deyir? Qulumun mənə yaxınlaşdığı ən sevdiyim əməllər fərzlərdir. Əgər bundan sonra nafilələrlə mənə yaxınlaşarsa, onu sevərəm. Sevsəm, onun eşidən qulağı, görən gözü, tutan əli. Əmr izansıdır fərzə. Bəyən fərzləri insan etməklə, yəni insan fərzlərində etdiyi naqisliklərlə bir dənə Aşura orucunu tutub keçmiş günahların bağışlanmasını mı istəyir? Yəni olsun, var, amma söhbət nədən gedir? Kiçik günahlardan. Düzdürmü yoxsa yox? Çünki böyük günahlar mütləq olaraq tövbəyə bağlıdır, qardaşlar. Və məsələn, böyük günahlar haqqında da ixtilaf ediblər alimlər. Böyük günahlar bəzi alimlər deyiblər ki,
böyük günah olduğu halda kiçiklər də bağışlanmır. Nə qədər ki böyük günah var, o kiçik günahlar da onunla nə qədər sən o aşura orucunu tutsan da heç birini bağışlanmır onlar. Onlar muallaqdır, bağlıdır böyük günaha. Böyük günahdan tövbə eləsən, kiçik də bağışlanacaq. Yox, sən böyük günah üzərində davamiyyətli olub, kiçik günahlardan bağışlanmağını istəyirsənsə, bu müstəhildir deyir. Bəziləri də deyir ki, yox, böyük günahlar elə bir ki, tərəzidə nə qədər savablar yoxdur, o ağırlığında olan savabları aparır. Bəziləri deyir ki, savabları aparır. Yəni, bildirir məsələn, məsələ yüngül bir məsələ deyil. Ona görə də nəzərimizə çatdırmaq istədiyimiz məsələ nədir? İnsan bilməlidir ki, insanın böyük günah üzərində davamiyyətli olması, onun istəyir cümədən cüməyə Kəhf surəsini oxusun, onun nə bilim aşura orucunu tutsun, Arafa günün orucunu tutsun, o şeylər ona aldatmasın. Ki bunlar mənim nədir? Günahlarımı silib apar. Bilsin ki, qardaşlar, bilin ki, günahlar, böyük günahlar nə ilə gedir? Yalnız tövbə ilə. Çünki Allah Subhanahu nə deyir? Əgər siz böyük günahlardan çəkinsəz, biz sizin kiçik günahlarınızı bağışlayarıq. Nə ilə əlaqələndirdi kiçik günahları? Böyük günahları tövbə etməklə. Əgər siz böyük günahlardan çəkinsəz, deməli, məfhumul müxalifə deyirlər də ona. Əks, yəni məfhum nədir burada? Əgər çəkinməsəz, bağışlamayacaq. Ona görə də insan bilməlidir ki, yəni böyük günahlar ona nə qədər zərər verir. Ümumiyyətlə, günahların kiçiyi də, böyüyü də, yəni eyni nədəndir? Qəbildəndir. Allahın izi ilə ki, yəni zərər baxımından hərəsinin özünün zərərləri var. Əsla o demək deyil ki, mən kiçik günahları eləməliyəm. Kiçik günahların üzərində israrlı olmaq özü də aparır, böyük günaha çıxardır yəni. Və həmçində İbn Qeym Rahimullah deyir ki, bəzən insanlar həmçində nəyə allanırlar? Deyirlər ki, biz deyir, Allah Subhanahu nə deyir? Daha doğrusu Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisində deyir ki, öz Rəbbi haqqında deyir ki, mən qulumun mənim haqda olan zənni yanındayım. Qoy mənim haqqımda nəyə zənn edirsə etsin. Yəni, mənim haqqımda nə zənn edirsə, mən onun üçün onu eləyərəm. Və bununla allanırlar, deyir ki, yəni mən gözəl zəndəyəm Rəbbim haqqında. Mənim Rəbbim ucadır. Mənim Rəbbim əff edəndir, bağışlayan. Bu kimi gözəl zənnlər qurur və günah üzərində israr eləyir. Deyir ki, əlhamdülillah. Əsas odur ki, Rəbbin haqqında gözəl zəndə ol. Yəni, sənin gözəl zəndə olmağın səni qutaracaqdır bu şeydən. Yəni, İbn Qeym Rahimullah deyir ki, yəni bu şey insanı alladır, deyir. Əslində deyir, nə deyir? İnsanın deyir, böyük günahlar üzərində israr etməsi, zülmün və həmçində Allahın əmirlərinə müxalif olmasında və həmçində asiliklərdə və həmçində Allahın haramlarında yəni insanın istimrarlı olması, davamiyyətli olması nədir? Onun Rəbbi haqqında gözəl zəndə olması demək deyil, əksidir bu. Yəni, bu onun Rəbbi haqqında pis zəndə olmasıdır. Nəyə görə? Onu da gətirəcək. Ona görə də Həsən Əl-Basri Rahiməhullah deyir ki, həqiqətən də mömin deyir, Rəbbi haqqında gözəl zəndə olan mömin neyniyər? Əməlində də gözəl olar. Həqiqətən də facir insan Rəbbi haqqında zənni pis olduğu üçün də neyniyər? Elə əməllərində də pis olar. Və şeyx burada gətirir ki, deyir ki, necə ola bilər ki, bir insanın qəlbi
Allah Azza və Cəllə mütləq olaraq görüşməklə dolsun. İnsan bilir ki, subhanallah, mütləq olaraq mən Rəbbimlə görüşəcəm. Və sonra deyir ki, Allah subhanallah onu eşidir və görür. Bu şeyləri qəlbində otuzdurur. Bilir ki, Allah onu eşidir, Allah onu görür. Sonra bilir ki, Allah subhanahu və teala ilə bir gün qarşılaşacaqdır. Və sonra deyir ki, Allah subhanahu teala onun sirrini, gizlini və aşkarını bildiği halda və ona deyir, heç bir onun sıxıntısı və gizlini, heç bir şey ona gizli qalmadığı halda və o gün bir gün Rəbbinin huzurunda onun qarşısında durub ona hesab verdiyini bildiğin halda necə ola bilər ki, o Rəbbi haqqında gözəl zəndə olub, asirlər üzərində davam eləsin? Nətər zəndə bu? Ya sən elə birisi desən ki, mən Rəbbim haqqında gözəl zəndə. Amma bilirsən ki, baxın qardaşlar, həqiqətən də bir gün Allah Azza və Cəllə bizdən soruşanda, Allah razı olsun. Yəni bizi sorğu suala tutan sıradan birimiz olmayacaq. Hansısa bir insan, hansısa bir vəzifəli, bir nəfəri bir məmur çağıranda otağa, sən bilirsən ki, qardaş, bir məmurdur, səni çağırıb otağına, sənə hesab verir, səni daha sorğuluyur. Sən bilirsən ki, subhanallah, məni ömürlük də çalata bilər, 10 illik də göndərə bilər suroka, mənə cərimə də yaza bilər, mənə ev dustaqlığı da yaza bilər, məni saldırıb içəri döydürə də bilər, hər şey eləyə bilər. Bir məxluqun qabağında məmur olsa belə, bizim halımız nətər olar? Yəni, insan dərk eləmir ki, həqiqətən bu şeylərdən bizdən soruşan Allah spontan olacaq. O Rəbb ki, göy əhlinə vəhy etmək istəyəndə, baxın qardaşlar, Cəbrail əleyhissalamı bilirsiniz nə boydadır? Yəni, həcm olaraq demişik də dərslərimizdə ki, 600 qanadı var. Bir qanadı üfüqü bürünmüşdü. Yəni, Muhammed sallallahu aleyhi ve sellem onu öz cismində görəndə. Bütün mələklər, qardaşlar, Allah subhanallah qorxusundan qanatlarını yerə vururlar. Və deyir, o bir zəncir səsini çıxardan bütün mələklər, qardaşlar, Cəbrail əleyhissalamda həmçinin. Və sonra Allah subhanallah Cəbrail əleyhissalamı çağırır, vəhy etdiyini ona vəhy edir. Yəni, bu əzəmətli Rəbbin qabağında hesab verəcək. Bu elə bir şey deyil. Hər birimiz üçün ağırdır. Sadəcə olaraq biz onu hələm tutmamışıq. Ətrafımızda olan qardaşlarımızı aparırıq, dəfn edirik, yaxınlarımızı. İnanırsınız elə bir ki, o xəstələndi getdi də, qardaş, əlhəmdülillah, Allah günahlarını bağışlasın, əlhəmdülillah. Filan qardaş, Allah həmd olsun, başlayın, gəldi də, Allah kömək olsun. Nə bilirsəm, sabah, bugün, sabah biz olmayacaq onların biri. Və o məqama nə qədər qalıb, bilmirik yaxı. Amma baxsaq həyatımızdakı günahlarımıza, sanki bir uzun arzularla yaşayırıq şey, əlhəmdülillah, inşallah tövbə eləyərəm də. Bəlkə o tövbəyə möhlət qalmayıbsa nətər yəni. Yəni, bu möhlət qalmayıbsa, yəni insan, bax, tutanam ki, buradan çıxdıq, öldük. Necə ölüm səbəbləri çoxdur. İnsan sağlam da olsa, yolla getdiyə qəzada ola bilər, ürəyə dayanır olur, nə bilim, bir xəbər gəlir, sarsılır, ölür. Yəni, tutanam ki, bax, sən hansısa bir səbəblə dünyanı dəyişdin. İndi adama sual verərlər ki, üzərində indi davam etdiyin günahın kimə görə, nəyə görə, tərk etdiyin hər hansı bir Allahın əmri, etdiyin hər hansı bir Allahın qadağası, yəni o an nə fayda verəcək sana? Ölüm gəlib, məsələn, sən filan kəsə görə eləyirdin də bu günaha, qıra bilmədin də, filan kəsdən utanaraq, yəni o utanmaq səni qurtaracaq həmən vaxt. O qorxu səni qurtaracaq həmən vaxt. Vallahi yox. Bəs nəyə görə biz onu tövbə eləyə bilmirik həmən günahlardan hal-hazırda? Çünki biz onu hələm qavramamışıq. Ki, ölüm bizə çox yaxındır, qardaşlar. Ölüm bizə çox yaxındır.
Biz sadəcə olaraq onu tutmamışıq. Və sanki çox uzun bir arzularla yaşayırıq. Və ondan sonra şeyx burada deyir ki, deyir ki, Əbu Umamə İbn Səhil İbn Huneyf deyir ki, Ayşə radiyallahu anh'ın yanına daxil oldum. Deyir ki, və mənə dedi ki, deyir, kaş ki siz deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni xəstəliyi vaxtı onu görərdiniz. Və onun hansı xəstəliyi ki, ondan dünyasını dəyişdi. Və deyir ki, Ayşə radiyallahu anh'a deyir ki, məndə deyir, 6 dənə nə var idi? Deyir, məndə 6 dənə dinar var idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ölüm acılarındaydı, yəni xəstəlik idi, o xəstəlikdən ölmüşdü. Rasulullah sallallahu aleyhi və səlləm mənə əmr etdi ki, o 6 dinarı Allah yolunda ver, sədəqə ver, getsin, çıxart. Deyir, sonra Rasulullah sallallahu aleyhi və səlləmin ağrıları başladı, mənim başım ona qarışdı. Sonra Rasulullah sallallahu aleyhi və səlləm özünə gələndə dedi ki, onları çıxartmısanmı, deyir. Çıxartdın o 6 dənə dinarı. Deyir, dedim ki, yox ya Rasulullah, yəni mənim başım sənə qarışdı xidmətinə görə. Onları çıxardamadım. Dedi, Subhanallah. Yəni, Muhammed bir Allahın elçisinin deyir. Allah haqqında zənni nədir ki, o ölür onun yerində evində deyir, 6 dinar olduğu halda deyir. Deyir, yəni, gör deyir, mənim Rəbbim haqqında zənnim nə olacaqdır ki? Mən deyir, ölürəm Peyğəmbər olaraq. Mənim də evimdə 6 dənə dinar var. Yəni, o qədər çox pul saxlamışam da sanki. Başa düşdün? 6 dinar bizim üçün, yəni bizim pulun heç nədir, yəni. Yəni, nə demək istəyir Rasulullah sallallahu aleyhi ve sellem? Yəni, onun, bilirsiniz də, Peyğəmbərlər miras qoymur özlərindən sonra. Yəni, o şey ona ağır görsənir ki, yəni, mən necə bu zənnlə Rəbbimə gedim, qovuşum. Baxın, ha, bu zənni pis zən adlandırır öz üçün. Yəni, bu Rəbb haqqında pis zəndir. İndi insanlar var ki, Rəbbi haqqında gözəl zənn edərək, güya ki, gözəl zənn edirlər və nə edirlər? Günahlar üzərində davam edirlər. Və sonra şeyx burada əzab olan şeyləri gətirir. İnşallah bunu da gələn dərsi saxlayaq. Dərs çox uzun olmasın. Allah azə və cəllə sizdən razı olsun. Rəbbim bizi eşitib faydalardan etsin. Allah azə və cəllə bizi, qardaşlar, əff etsin. Allah subhanahu taala bizə gözəl sonluq versin. Bizi Rəbbim eşidib və ona əməl etməyi nəsib eləsin. Bu eşitdiklərimizi Rəbbim qiyamət günü bizim əleyhimizə höccət etməsin. Allah subhanahu taala bu nemətin şükrünü verməyi nəsib etsin bizə. Allah subhanahu taala ev əhlindən və həmçində Arif qardaşımızın malına bərəkət versin. Fitnədən, fəsaddan, fitnə əhlindən qorusun. Və doğrusunu Allah bilir. Subhanakallahumma rabbana və bihamdik. Nəşhədu an la ilahə illə ente, nəstəğfirullah və nətubu ileyh.